2026-cı il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 753,6 milyon dollar təşkil edib. Bunun 84,7% və yaxud 72 milyard 596 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun, 15,3% və yaxud 13 milyard 157,6 milyon dollar isə Azərbaycan Mərkəzi Bankının payına düşüb. Bu ilin ikinci rübündə ölkənin valyuta ehtiyatları 580,9 milyon dollar və yaxud 0,7% artıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında isə 1 milyard 500,8 milyon dollar və yaxud 12,9% artım olub. Son bir ildə isə ölkənin valyuta ehtiyatları 8 milyard 84,1 milyon dollar və yaxud 10,4% artıb. İl ərzində Azərbaycan Dövlət Neft Fondunun valyuta ehtiyatları 6 milyard 80,4 milyon dollar və yaxud 9,1% artıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə 2 milyard 3,7 milyon dollar və yaxud 18% artım nümayiş etdirib.